Salam dostlar, trigonometrik tənliklərə aid belə bir çalışmanın həllinə baxaq. 2 arc sinus 2x üstəgəl arc kosinus 2x bərabərdir 2 pi bölü 3 olarsa, x-in qiymətini tapın. Əvvəlcə bu tənliyin özünü yazırıq. 2 vurulsun arc sinus 2x üstəgəl arc kosinus 2x bərabərdir 2 pi bölü 3. Və əlavə olaraq bilirik ki, arc sinus 2x üstəgəl arc kosinus 2x bərabər pi bölü 2-ni verir. Yəni, arc sinus 2x üstəgəl arc kosinus 2x bərabərdir pi bölü 2-yə. Buradan sistem tənliyi alırıq. Birinci tənlikdən ikincini tərəf-tərəfə çıxsa, onda arc kosinus 2x-lar bir-birini aparar. 2 arc sinus 2x-dən arc sinus 2x-ə çıxanda arc sinus 2x qalır, bərabərdir 2 pi bölü 3 çıxılsın pi bölü 2. Buradan isə alırıq ki, arc sinus 2x bərabərdir pi bölü 6-ya. Bir ki sinus pi bölü 6-da 2-də 1 alır. Onda arc sinus 2x'in pi bölü 6-ya bərabər olması üçün 2x bərabərdir 2-də 1 olmalıdır. Buradan isə alırıq x bərabərdir 4-də 1-ə. Tənliyi həll etmiş olduq.